Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlərə Temudan aldığım məhsullar göstərəcəm, nələr almışam. İlk öncə belə bir ip çıxır, çiynindən asmaqdan ötürüdür. Putulka, bir də termos ya da yekə başlıqlı putulkaları keçidib istifadə etməkdən ötürü bir ipdir. Yəni əldə gəzdirməyəsən deyə məncə çox məntiqli bir şeydir, çox rahat bir şeydir. Yəni mənim xoşum gəldi ki, üzərinə taxırsan, rahat istifadə edirsən. Daha sonra oğluma belə bir oyuncaq almışdım. Əslində mən oğlum bunu istifadə etməyinə hələ çox var, amma mən yenə də indidən alıb qoyuram. Şəkildə bu qədər balaca deyildi. Yəni alarkən siz də ona diqqət yetirin ki, mən aldığım kimi siz də yanlış almayasınız. Yəni çox balaca çıxdı. Ona diqqət yetirin ki, balaca olmasın. Daha sonra oğluma belə bir yemək yedizdirməkdən ötürü yemək qaşığı deyərdim. Belə bir şey almışam. Çox rahat bir şeydir. İçərisinə kaşanı doldurursunuz və bu aşağısında yumuşaq olan hissəni basırsınız. Qaşıq hissəsinə yemək gəlir və yeməyə başlayır. Yəni çox rahat bir şeydir. Almaq istəsəz ala bilərsiniz. Daha sonra oğluma belə bir ayaqqabı almışdım. Bu ayaqqabı ayağına razmeri deyil, çox böyükdür. Bunu da gələcəkdə istifadə etməkdən ötürü almışam. Xoşuma nə gəlirsə, yəni böyük, balaca fərq etmir. Əslində böyük olan indiki istifadə olunmayacaq şeylərdir. Amma mən yenə də alıram. Gələcəkdə onsuz da hamısı istifadə olunacaq. Yəni ayaqqabı 20 razmer almışam ki, böyüyəndə istifadə etsin. Pis ayaqqabı deyil. Görüntü olaraq materialı şəkildə daha qəşəng idi. Bu ayaqqabı biraz xoşuma gəlmədi deyərdim. Daha sonra anama mətbəxdə istifadə edə biləcəyi belə bir məhsul almışam. Əslində adını nə deyim bilmirəm. Yəni baxan çox insan biləcək nə olduğunu. Belə deyərdim ki, mətbəxdən krantın başına keçirdib zirzibil yığmaqdan ötürü bir şeydir. Yəni kim istəyirsə, istifadə edəcəksə ala bilər. Daha sonra anama belə bir qolbaq almışam. Qolbaq əslində yaxşıdır, rəngini o qədər də bəyənmədim. Bəzi büjteriyanın rəngi çox pis olur, xoşuma gəlmir deyərdim. Daha sonra belə bir lezva qabı almışam. Lezvanın içərisinə qoyursunuz, rahat istifadə edirsiniz. Yəni harasa gedəndə rahat sumkaya atıb istifadə etmək üçün çox rahatdır. Daha sonra daban pilkalayan almışam. 50-50-yə razıyam deyərdim. Dabanı pilkalayır, təmizləyir, üzərinə krem vurursunuz. Daban yumuşalır, amma sonradan yenə pisləşir. Daha sonra oğluma belə bir qolbaq almışam. Bu nədən ötürüdür? Bunun içərisində dərman var. Bu reyd kimi. İçərisində yəni iyi gəlir. Ağca qənəti, həşəratları yaxın durmamağı üçün çox yaxşı bir şeydir ki, yəni məntiqli fikirləşmiş bir şeydir. Taxırsınız övladınızın qoluna, həşəratlar ona yaxın durmur. Daha sonra oğlum putulkasının əlində rahat tuta bilsin deyə belə bir silikon rezin almışam. Daha sonra qardaşıma kabur almışam. 2 dənə olmalıdır, səhv salmıramsa, biri də indi çıxacaq ehtimal ki. Kabroları bu arada məncə çox gözəl keyfiyyətli çıxır. Düz bəziləri olur, hərdən pis çıxsın. Amma genəlliklə kabrolardan çox məmnunam. Qardaşıma da 2 dənəsini almışdım. Qardaşımın da xoşuna gəldi. Yəni rahat istifadə edə biləcək kabrolardır. Kim kabro almaq istəyirsə rahatlıqla ala bilər. Amma yenə də deyirəm, açıqlamaları oxumanızı hər kəsə məsləhət görürəm. Daha sonra belə bir kaşlok almışdım. Buna kaşlok yox, daha çox orqanayzer deyərdim. İçərisinə powerbank, adapter, naushnik, nə istəyirsiniz hər şey qoyub rahat çantanıza atıb istifadə edə bilərsiniz. Mən özüm dağınıq görüntünü sevmədiyim üçün ona görə orqanayzer tipli nələr varsa hamısını almağa çalışıram. Kimlər ki mənim kimi düzənli, tərtibli, səliqəli görüntü sevirsə almağını məsləhət görürüm. Daha sonra oğlumun putulkasını isti saxlamaqdan ötürü yemək soymasını çöldə və yaxud da qış aylarında istifadə edə bilməkdən ötürü belə bir saxlama qabı almışdım. Yəni çox rahat bir şeydir, məsləhət görürəm körpəsi olan anaların hər birinə. Nəyə görə? Çünki yemək içərisinə qoyursunuz, isti saxlayır 1 saata qədər. Üzərində yazır bütün bilgilərin, kim alsa açıqlamalarını oxusun. Yəni məsləhətli bir şeydir. Kim ki körpəsi varsa alıb istifadə edə bilər. Daha sonra belə bir qab almışdım. Bu əslində dərman qabı idi.
Mən bunun içərisinə saqqız tökürəm. Nəyə görə? Çünki elə olur ki, 200 paska saqqız alanda əldə gəzdirmək, nəm sumkada gəzdirmək, axtarırsınız, tapırsınız, narahat olur. Yenə də deyirəm, səliqəli görüntü olsun deyə saqqız onun içinə tökürəm. Yəni itmir, batmır, rahat axtarıb götürmək olur. Daha sonra belə bir qrelka almışdım. Bu minimal qrelka deyərdim buna. Bunu əslində mən boynumda çox vaxt ağrı olur. Onun içərisinə suyu doldururam, qoyuram. Boynumu isti saxlayır, ağrını azaldır. Baş ağrısı onda da istifadə edə bilərsiniz. Yəni minimal bir şeydir, çox rahatdır, kim istəyir ala bilər. Daha sonra belə bir penset almışdım. Əslində oğluma nabor almışdım. Onun içərisində penset var idi, qırıldı. Təkrar birində zakaz verdim. Əslində o qədər də rahat bir şey deyil, amma yenə də almaq istəyən varsa ala bilər. Daha sonra belə balaca minimal güzgü almışdım. İçərisində darağı da var, balaca. Düzdür, istifadəyə daraq o qədər də yararlı deyil, amma istifadə etməkdən ötürü almışdım. Burada güzgünün üzərini örtürəm ki, görüntü olmasın deyə. Yəni orada güzgüdür, aşağısında da darağı var. Yəni rahat çantaya atıb çöldə istifadə edə biləcəyimiz bir şeydir. Kim ki almaq istəyərsə, yəni ala bilər. Məsləhətli bir şeydir yəni. Daha sonra saat üçün belə bir qolbaq almışdım. Öz rezinindən xoşum gəlmirdi. Bu smart saatlar üçün gedir yəni. Öz qolbağından xoşum gəlmirdi. Rezin idi. O pis, mən elə görüntü xoşlamıram. Bu daha qəşəng idi. Bunu taxdım, çox da gözəl görsəndi. Yuxarıda bir yerə şəklini qoyaram, baxarsınız. Daha sonra belə bir kabel deyiləndir, balaca bir şeydir. Rahat sumkaya atırsınız. Telefonun içərisində flaşkanı, yaddaş kartın, bunları taxıb istifadə edə bilməkdən ötürü də telefonun içərisində nəsə baxmaq istəyirsinizsə, kompüterə yəni ehtiyac olmur. Telefonla rahat baxmaq olur. Paketin içindən hər dəfə çıxartmaq çətin olur. Ona görə içərisini belə boşaldıram. Bəzən elə olur ki, içərisində qalır, video bitdikdən sonra görürəm. Ona görə belə boşaldıram ki, rahat içərisindəkiləri görüm, baxım. Gələn videolarda inşallah paketi açıq şəkildə töküb baxacağam ki, hər şey rahat görə bilim, haqqında danışa bilim. Daha sonra belə bir atik almışdım özümə. Qırağı qızılı rəngdədir, çox gözəldir. Əslində qızılı rəng atiklərdən xoşum gəlir, gümüşlərdən o qədər də xoşum gəlmir. Güzgü görüntülü atiklərdən də xoşum gəlir, amma bu güzgü kimi deyil, sadədir. Yəni çox da qəşəng, rahatdır. Daha sonra bir dənə də taban pilkası almışdım. Bunu da anam üçün sifariş etmişdim. Bu kabronu da anama sifariş etmişəm. Yəni bu kabrodan əslində xoş gəlmədi. Sadə kabro xoşlamır. Bəzəkli, görüntülü kabrolardan xoş gəlir. Bir dənəsini də sifariş etmişdim. Yəni bu kabronun, bunun əslində görüntüsü orada 3D kimi idi. Amma sifariş gələndən sonra gördük ki 3D deyil. Anamın xoşuna gəlmədi. Anamın yəni xoşuna gələn daha daşlı, qaşlı, belə şatafatlı görüntülərdən xoşu gəlir. Bu da onun istədiyi kimi olmadı. Daha sonra mimoza yəni və digər salatları rahat düzəldə bilməkdən ötürü mayonezi üzərinə yaxıb bıçaqla eləyəndə yayılır, pis olur deyə rahat onun içərisində mayonezin öz başına bağlayırsınız, arxasından basırsınız, mayonez nazik üzərinə tökülür. Yəni çox rahat bir şeydir. Hər kəsə məsləhət görürəm. Daha sonra belə bir aski sifariş etmişdim. Bundan çox xoşum gəldi. Düzdür, gümüşü rəngdə, amma çox gözəl çıxdı. Daha sonra iki başlıqlı naşnik istifadə edə bilməkdən ötəri belə bir başlıq almışdım. Düzdür, belə naşniklər yoxdur, istifadə edən də yoxdur. Mən də telefonuma bunlardan getmir, amma yenə də gələcəkdə nə vaxtsa lazım olur deyə almışdım. Daha sonra belə bir sabun almışdım. Əldə pis iyi olanda aparır deyirlər. Düzdür, hələ istifadə etməmişəm. Necə bir şeydir, istifadə edəndən sonra deyəcəm. Mən əldən iyi gəlməyindən xoşum gəlmir. Məsələn, soğan iyi, balıq iyi, bu iyiləri güya bir yumaqla aparır deyirlər. İnşallah istifadə edib necə bir şey olduğunu sizlərə də deyəcəm. Alıb almamağınızı məsləhət görəcəm. Daha sonra alıma belə bir telefonun arxasında tutacaq almışam. Daşlı qaşlı xoşladığına görə, kokoş olduğuna görə bu tipli şeyləri sevir. Ona görə də ona belə daşlı, qaşlı, şatafatlı, belə görüntülü şeyləri alıram. Bugünlük videomuz bu qədər. Ümid edirəm hər kəsə faydalı olar.